Salam uşaqlar, bugün mən sizə kosinuslar teoreminin isbatını göstərəcəm. Hamı bilir ki, kosinuslar teoremi bu şəkildə ifadə olunur. Gəlin isə vaxt itirmədən isbata keçək. İsbat üçün biz hündürlük çəkməliyik. Hündürlüyü çəkirəm və bu düzbucaqlı üçbucaqda siz mənə deməlisiniz nələri? Bir rəngi dəyişdirək. Sinus alfa nəyə bərabərdir? Sinus alfa bilirik ki, qarşı katet düzbucaqlı üçbucaqda bölünsün hipotenuz. Qarşı katetimiz içini ştrixlədiyim üçbucaqda bir x götürək, bitişik kateti də y. Sinus alfa bu üçbucaqda bilirik ki, x bölünsün b'dir. Kosinus alfa isə bitişik katet bölü hipotenuzdur. Bitişik katet bölü hipotenuz. Bitişik katetimiz alfaya bitişən katetimiz y-dir. Hipotenuzumuz b'dir. Y bölünsün b. Birinci bərabərlikdən sinus alfa vur beta. Sinus alfa vur b bərabərdir x. Yəni çarpaz vurdum. İkinci bərabərlikdən kosinus alfa vurulsun b bərabərdir y. Bərabərlikləri almış oluruq. Həmin bərabərlikləri burada yerinə yazıram. B sinus alfa, y-in də yerinə yazırıq. B kosinus alfa. Bütöv, bax buradan bura üçbucağın tərəfi C idi. Yuxarı hissə, yəni bu hissə B kosinus alfadırsa, bu hissəyə qalır C çıxılsın B kosinus alfa. Və baxırıq indi nəyə? Burada bir düzbucaqlı üçbucağımız var. Bax bu hissə. Bu üçbucaq üçün Pifaqor teoreminə. Biz bilirik ki, düzbucaqlı üçbucaqda Pifaqor teoremi katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Bizim bir katetimiz B sinus alfadır. B sinus alfanın kvadratı plus C çıxılsın B kosinus alfanın kvadratı bərabərdir hipotenuzun kvadratı. A kvadrat. Mötərizələri açırıq. B kvadrat sinus kvadrat alfa plus fərqin kvadratı ilə mötərizələri vurub açsaq 2bc kosinus alfa plus B kvadrat kosinus kvadrat alfa bərabərdir A kvadrat. Ortaq vuruq B kvadratını çıxardırıq. Qalır sinus kvadrat alfa üstəyər kosinus kvadrat alfa plus C kvadrat çıx 2bc kosinus alfa bərabərdir A kvadrat. Bu hissə əsas trigonometrik eyniliklərdən hamıya məlumdur ki, 1-dir. B kvadrat plus C kvadrat çıx 2bc kosinus alfa bərabərdir A kvadrat. Teorem isbat olundu.